Çox sevdiyim bir xarakterim var. Mən qisas almağı sevmirəm və heç vaxt heç kimdən qisas almaram. Hansı hal, hansı vəziyyət olursa olsun. Çünki qisas alan insanlar o qədər gücsüz, o qədər zəif, o qədər bəsit, o qədər mənim aləmimdə. Düşünürəm ki, onlar ucuz insanlardır. Bugün mən həyatımda kimdən aldığım mənəvi zərbəyə görə hər zaman Allaha bırakıram. Və Allahın da verdiyi cəzanı kim verə bilər? Bir adi tanışdım sənə, mən başqa yanaşdım sənə, indi çox alışdım sənə. Olmadım səndən eşquman, dəyişdim çox qısa zaman, ürəyimə yatdın yaman. Və gözlərində bu sehir baxışlarım